Deyirsən ki, bayram günündə biraz endirim olsun. Bu endirimdə hər kəs yararlanaraq bir şeylər ala bilsin. Amma xüsusi günlərdə bizdə endirim deyil, qaldırım eləyib cəmiyyəti biraz da sıxırlar ki, bəs biz nə fayda görək? Gün bu gündür. Bəli. 14 fevral Sevgililər Günü təbii ki, o xüsusilə də qızıl sektoruna çox müsbət təsirini verib. Bununla bağlı bir xəbərimiz olacaq. Belə ki, Sevgililər Günü qızıl zinət bazarına necə təsir edib? Buna bağlı bir açıqlama olacaq. Qiymətli metallar və qiymətli daşlar bazarında mövcud qiymət və tələbat şəraitinin formalaşmasına bir sıra amillər təsir göstərir. Bunu Milaza açıqlaması zamanı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini iqtisadçı Rövşən Əmircanov deyib. O bildirib ki, ilk növbədə qlobal əmtia bazarında qızılın qiymət dinamikası daxili bazara birbaşa ötürülür. Qızıl beynəlxalq maliyyə bazarlarında risklərə həssas aktiv kimi qiymətləndirildiyindən dünya iqtisadiyyatında qeyri-müəyyənlik, aparıcı valyutaların məzənnəsindəki dəyişikliklər, faiz dərəcələri və investor gözləntiləri qiymətlərdə müəyyən bir dalğalanma yaradır. Sözü gedən dalğalanma da yerli bazarda xam malın dəyərinə, nəticə etibarilə isə zinət məmulatlarına da maya dəyərinə və pərakəndə satış qiymətlərinə təsir eləyir. Bununla yanaşı daxili bazarda valyuta məzənnəsi, idxal və təchizat zəncirinin şərtləri, qiymətlərin formalaşması və nisbi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Rövşən Əmircanov qeyd edib ki, mövcud müşahidələr göstərir ki, bazarda tələbat yüksək səviyyədə deyil və alıcı davranışı əsasən qiymət həssaslığı fonunda formalaşır. Alıcılar ağır çəkili və daha yüksək büdcə tələb edən modellərdən çox gündəlik istifadə üçün münasib, daha əlçatan məmulatlara üstünlük verirlər. Xüsusilə 585 və 750 əyarlı məhsullar, klassik dizaynda üzük, sırğa, bilərzik və boyunbağı kimi məmulatlar daha çox seçilir. Eyni zamanda hədiyyə məqsədli alışlarda qiymətli və yarım qiymətli daşlı məmulatlara maraq da müşahidə olunur. Seçim meyarlarında yalnız qram çəkisi deyil, dizayn və vizual təqdimat da prioritet təşkil eləyir təbii ki. Nəticədə alıcılar daha yüngül çəkili, lakin estetik görünüşü və vizual həcmi ilə seçilən modellərə üstünlük vermiş olurlar. İqtisadçı həmçinin vurğulayıb ki, Sevgililər Günü ilə bağlı olaraq bazarda son günlər nəzərə çarpan canlanma müşahidə olunur. Ölkəmizdə bugün rəsmi qeyd edilməsə də istehlak davranışına təsir edən tarixlər sırasında yer aldığı üçün hədiyyə məqsədli alışların artması təbii hesab olunur və bununla belə mövcud artım kütləvi xarakter daşımır və əsasən orta və kiçik büdcəli seçimlər hesabına formalaşmış olur. Nəticə etibarilə bu kimi xüsusi tarixlər məhz qeyd eləyək ki, qızıl zinət bazarında satış dinamikasına qısa müddətli də olsa impuls verə bilir. Lakin bu təsir əsasən hədiyyə yönümlü alışlarla məhdudlaşır və bazarın ümumi qiymət və tələbat mənzərəsinin köklü şəkildə dəyişən amil kimi dəyərləndirilmir. Ümumilikdə isə bazarda vəziyyətin müəyyənləşməsində qlobal qızıl qiymətləri, valyuta məzənnəsi və təchizat zəncirinin şərtləri və alıcıların qiymətə həssaslığı həll edici faktorlar olaraq qalır, deyə iqtisadçı açıqlamasında bildirib.